Deməli, əziz tamaşaçılar, əziz Xural televiziyasının izləyiciləri, sizə maraqlı bir müşahidəmdən danışacağım. Uzun zamandır müşahidə məndə var. Məsələn, oturursan avtomobilə, yol qət eləyirsən, bir radio, bir FM dalğasına qulaq asırsan. Məsələn, bizdə bir FM dalğası var, 93.3 Retro FM. Ne deməkdir bu? Nostalgiya mahnıları da keçən əsrin, nə bilim, 60 il, 70 il, bəlkə də 80 il, 100 il tarixi olan mahnılar. Yaxşı da indi bizim musiqimiz möhtəşəmdir. Yaxşı mahnılarımız var, gözəl mahnılarımız var, amma çox qəribə bir şey adam hiss edir. Retro FM kimindirsə, indi Allah onun canını sağ eləsin, hər halda bu sıradan bir adamın deyil. Buradan salamlayıram o Retro FM'in sahibini. Deməli, bu kimindirsə, bu Retro FM, bu bizi qaytarıb bir 60 il əvvələ. Məsələn, Anarın, Əkrəm Əyrislinin, məsələn, deməli, Ramiz Rövşənin gəncliyinə da belə. Bunların gənclik illərinin mahnıları gedir. Məsələn, nə bilim, o köhnə nəsillər var, 30 ildir icra hakimiyyətinin başçısıdır, 40 ildir Yazıçılar Birliyinin sədridir. O adamlar, sanki bunu o adamlar yaradıb, bu Retro FM-i. Ölkə ilə o qədər həmahəngdir ki, o qədər həmahəng səslənir ki, məsələn, sən Retro FM-ə qulaq asırsan, yalnız arada reklamlar verilir, başqa heç nə. Yenə eyni musiqi gəlir və çox maraqlıdır ki, bir musiqini sən hər gün təxminən eyni musiqilər dinləyirsən. Bizim musiqilər möhtəşəmdir. Bizim musiqilər dinlənir musiqilərdir. Bizim musiqilər dünyanın böyük şah əsərləridir. Bu aydındır. Biz bunu bilirik. Bizim bundan xəbərimiz var. Amma yəni hər gün eyni şeyləri dinləmək, yəni dogmatizmdir da. Yəni ölkə durub, necə ölkəmiz durubsa, məsələ, və ölkəmizdə irəliyə də heç nə yoxdursa, məsələn, irəliyə doğru gənc bir deputat çıxır, danışır, deyir, uşaq pulu verilməsin. İrəliyə doğru, Kemal Abdullah'ını unuttum. Böyle mahnılar Kemal Abdullah'ın da mahnıları dövrüdür. Mesela Kemal Abdullah çıxır, deyir ki, qadının nə işi var, qadın geçsin, evdə uşağa baxsın. Böyük Mustafa Kemal Atatürk də deyib ki, qadının ilkin görəvi analıqdır. Qadın haqqında çox ali sözlər var. Amma belə yuxarıdan aşağı yox da. Və o sərvət qaralçılarının da bunları müdafiə elədiyi şeylər yox da. Yəni, Retro FM məni o düşüncələrə apardı. Yəni, ölkə Retro FM-dir. Zaten xəbər yoxdur. Bizim efirlərdə xəbər yoxdur. İctimai radiodur, 90 FM. Arada bir saat başında baxırsan, deməli, saat başında xəbər verirlər 2 dəqiqə ya da 3 dəqiqə. O da başqa xəbər yoxdur. Məsələn, bugünün xəbəri prezidentin kənd təsərrüfatı məsələləri üzrə müşavirə keçirib, 28 mayda Ağlay daşları düşüb, ölkənin gündən bugün budur. Vəssalam, nə bilim, su, yağış yağmağın nəticəsində Kürək çayın səviyyəsi qalxıb, amma təhlükəli də bir şey yoxdur. Yəni, maraqlı bir müşahidəm var. Ölkə necə 40 ildir, 50 ildir dəyişmirsə, necə həmin bizim o ziyalı dediyimiz, bir zamanlar hörmət elədiyimiz, bir zamanlar uğrunda ölümə getməyə hazır olduğumuz adamları daşlaşıbsa, doğmalaşıbsa, o eynən televiziyada sirayət eləyir
o eynən radiolarda sirayət eləyir. Yəni Retro FM-də xəbər yoxdur. Yəni buna baxan adam, məsələn, anar buna qulaq asanda 60-cı illərdə oturub cavanlığını xatırlayır da, xatirə danışır, xatirə janrında. Yəni mən belə maraqla baxıram, mənim də xoşuma gəlir. Məsələn, mən həmişə Retro FM-i dinləyirəm. Çünki yaxşı musiqilərdir, biraz nə bilim köhnə zamanların musiqiləridir. Amma bir gün, 2 gün, 3 gün və birdən-birə mən fərqinə vardım ki, ay dadı bir dad. Yəni adamlar eyni çarxı qoyublar, eyni çarx fırlanır. Əziz tamaşaçılar. Dəyişmir ölkə. 40 illik, 50 illik vəzifə adamları vəzifədədirsə, yazıçılar birliyi dəyişə bilməz, bəstəkarlar birliyi dəyişə bilməz, nə bilim, rəssamlar birliyi dəyişə bilməz, canım sənə desin, şairlər qurumu dəyişə bilməz, heç bir şey dəyişə bilməz. Musiqi də dəyişə bilməz. Təzə-təzə çıxıb, bizim xalq artistləri var, yeni-yeni xalq artistləri, nə bilim, yeni-yeni müğənnilər, Mamış, Qamış, Camış, yəni belə şeylər oxuyan adamlar, demirəm, onların da yaxşı musiqiləri var, filan var. Amma bu Retro FM mənim beynimə girdi. Retro FM üzərindən Azərbaycana baxdım, gördüm Azərbaycan retro Azərbaycandır. Retro, biz 40 il əvvəl kino çəkmişik, biz 50 il əvvəl kino çəkmişik, biz Rasim Balayevə Beyrəyə görə hələ qəhrəman deyirik. Rasim Balayev rəhmətlik 50 dəfə deyir ki, kişi, mən Beyrək zad deyiləm da, mən getmişəm, çəkilmişəm. Amma adamlar rol oynayırlar və adamlar o rolu yaşayırlar. Dünyanın hər yerində də elədir. Yəni, ölkə retro ölkədir. Ölkədə müasir, çağdaş heç bir şey yoxdur. Siz baxmayın, Günay Ağamalı gəlib cavanlı təzə deputat seçilib. Yox, Günay Ağamalı Fəzail Ağamalının ömrünü yaşayır. Günay Ağamalının indi var, məsələ bir 20-30 yaş bunda olsa, Günay Ağamalıda bir 80 yaşda Fəzail bəy də var idi. Məsələ Günay Ağamalının indi bir 120 yaşı var. Ona görə də fikirlər retrodur. Adam ömür boyu sıxıntı görməyib, bilmir uşaq pulu nədir. Kamal Abdullah'ın həyat yoldaşı rektor olub, deputat olub, millət vəkili olub. Adam deyir ki, qadını evə bağlayıb, evdə yaxşı uşaqlara tərbiyə verən eləmək lazım. Kamal Abdullah 52 min dənə kitab yazıb. Bu adamlar xalqın önünə çıxanda bir cümlə danışmırlar. Siz niyə əziz tamaşaçılar? Retrodular. Retro Azərbaycan. Retro FM. Bir dənə də təklif eləyirəm ASTV-yə bir retro. O vaxt Ayaz Salayevin bir retro televiziya filmləri var idi. Əski filmləri, köhnə filmləri, hamısını. Zaten biz bir şeye baxa bilmirik. Mən həbsxanada bir dəfə Brifart filminə baxdım. Cəsur Ürək. Şotlandiyanın İngiltərəyə qarşı mübarizəsi, William Wallace'un böyük və əzəmətli davası. Orada film Oscar alıb. Neçə? 8 mi, 9 müsahidə Oscar alıb. Möhtəşəm bir film idi. Hələ o filmə baxanda mən özümə gələ bilmirəm. Əzəmətli bir filmdir. Və kulminasiya nöqtəsi William Wallace'u tuturlar, edam eləyirlər, uzadırlar, cəllat gəlir, baltanı qaldırır, hakim deyir ki, kraldan üzr istə, kralın əlindən öp, səni bağışlayaq. Bu da hərəkət eləyir, hakim deyir, dayanın. Bu deyəsən, kraldan üzr istəmək istəyir. William Wallace son gücünü qaldırır və əzəmətli səsindən freedom deyir. Türkçe onu özgürlük deyə tərcümə edirlər. Bizdə azadlıq deyə tərcümə edirlər. Əziz Xural tamaşaçıları, bilirsinizmi biz nə eləmişik? Həmin o kulminasiya nöqtəsini freedom, özgürlük, azadlıq deyilən yerini ASTV çıxardıb.
Ay sizin boynunuza yerə soxum. Retro. Ölkə retrodur. Filmi verirlər. Böyük filmləri, Oscar filmlərini falan verirlər. O filmlərdə AzTV-nin direktoru və ya rejissoru və ya sensoru istədiyi səhnəni çıxardır. AzTV-də heç bir filmə baxmaq mümkün deyil. Bax, belə bir ölkədə yaşayırıq. Elementar bir şeydir, amma kafama taxıldı. Yəni, retro Azərbaycandan çıxmaq lazımdır, irəliyə getmək lazımdır, gələcəyə getmək lazımdır. Gələcək Azərbaycan gənclərinindir. Öpürəm, hamınızı bağrıma basıram.